20 il siqaret mənim həyatımda səssiz bir zəncir oldu. Hər nəfəsdə bədənimə 7000-dən çox kimyəvi maddə daxil olurdu. Çətin anlarda ona sığındım, sanki dostum idi. Amma elm deyir ki, siqaret təkcə psixoloji asıllıq deyil, həm də nikotin vasitəsilə beyində dopamin balansını pozur. İndi 7 gündür ondan uzağam. Bu müddət ərzində bədənim tərpənir, beyin isə köhnə vərdişləri geri istəyir. Nikotin çatışmazlığı bədəndə narahatlıq, yuxusuzluq və hətta depressiya yarada bilər. Amma bu, keçici bir mərhələdir. Bir dənə çək, nə olacaq ki, deyə beynim pıçıldayır. Amma reallıq budur ki, hər siqaret ürək-damar xəstəlikləri, xərçəng və tənəffüs problemləri riskini artırır. Bir dənə belə, mənim üçün yenidən başlanğıc deyil, son ola bilər. Bu dəfə geri dönməyəcəm. Fəlsəfi baxışla, insan azadlığı öz zəifliklərini aşmaqdan keçir. Zənciri qırmaq, özünü tapmaqdır. Siqareti buraxmaq sadəcə vərdişdən imtina deyil, həyat keyfiyyətini yüksəltmək, gələcəyini qorumaqdır. Hər nəfəsdə bədən özünü bərpa etməyə başlayır. Həyat bir siqaretlik qədər qısa olmamalıdır. Sağlam qal, özünü seç və gələcəyini qorumaq üçün bu zənciri qır.